Herkese salam. Yeni bir dərsə xoş gəlmisiniz. Bugün sizə zərfin davamı olaraq tərzi hərəkət zərflərini izah edirəm. Tərzi hərəkət zərfləri alman dilində Adverben der Art und Weise və yaxud da Modal Adverben adlanır. Tərzi hərəkət zərfləri wie, necə, auf welche Weise, nə cür suallarına cavab verir. Aşağıda cədvəldə verilmiş bəzi sözlər tərzi hərəkət zərflərinə aid nümunələrdir. Məsələn, gut, yaxşı, schlecht, pis, leise, sakitcə, laut, ucadan, schnell, tez, langsam, yavaş. Genauso, eyni şəkildə, ebenfalls, həmçinin, sicherlich, yəqin ki, vielleicht, bəlkə, auch, həmçinin, besonders, xüsusilə, bestimmt, dəqiq, durchaus, tamamilə, richtig, düz, falsch, səhv, schleunigst, dərhal, təcili, sozusagen, demək olar ki, hoffentlich, ümid edirəm ki. Təbii ki, bir çox başqa tərzi hərəkət zərfləri də ola bilər. Burada sadəcə olaraq bəziləri istifadə olunub. Gəlin indi nümunələrə baxaq. Siz almanca yaxşı danışırsınız. Nə edirsiniz? Danışırsınız. Kim? Siz. Siz necə danışırsınız? Yaxşı danışırsınız. Hərəkətin tərzini göstərir. Almanca desək, Sie sprechen gut Deutsch. Deməli, burada gut, yəni yaxşı, hərəkətin tərzini göstərdiyinə görə tərzi hərəkət zərfi olaraq çıxış etdi. O özünü pis hiss edir. Nə edir? Hiss edir. Kim? O. O özünü necə hiss edir? Pis. Er fühlt sich schlecht. Schlecht, pis artıq tərzi hərəkət zərfi kimi istifadə olundu. Mən tamamilə razıyam. Ich bin durchaus zufrieden. Tamamilə, durchaus. Durchaus tərzi hərəkət zərfinə aid zərfdir. Biz yavaş-yavaş gedirik. Nə edirik? Gedirik. Kim? Biz. Biz necə gedirik? Yavaş-yavaş gedirik. Nədir? Hərəkətin tərzini göstərir. Langsam. Sən bunu dərhal etməlisən. Dərhal tərzi hərəkət zərfinə aiddir. Schleunigst. Du musst das schleunigst tun. Sən bunu dərhal etməlisən. Mənim tələbələrim bütün suallara düz cavab verdilər. Nə etdilər? Cavab verdilər. Kim? Mənim tələbələrim. Mənim tələbələrim necə cavab verdilər? Düz cavab verdilər. Meine Studenten haben alle Fragen richtig geantwortet. Richtig, düz. Tərzi hərəkət zərfinə aiddir. O, yəqin ki, gələcək. Yəqin ki, sicherlich, tərzi hərəkət zərfi. Sie wird sicherlich kommen. Bəzi tərzi hərəkət zərfləri var ki, Azərbaycan dilindən gördüyünüz kimi fərqlənir. Sadəcə və sadəcə bu zərfləri əzbərləmək lazımdır. Bugünlük bu qədər. Hər kəsə təşəkkür edirəm. Növbəti videoda görüşənədək hələlik.